Hal-hazırda trend olan o top köpüklər bizə də gəldi dəyərli izləyicilərimiz. Həm tək, həm də pərəkədə satışı mövcuddur. Elə bir dənəsini sizin gözünüzün qabağında yoxlamaq istəyərik ki, görək effekti necə olur. Dəyərli izləyicilərimiz üstündə salafanla bir yerdə olur. Salafanı çıxartdıq, isti suyun içinə qoyaq belə. Daşlı dağıldı, ay Allah, bu dağılırmış ki, elə şey. Herhalde 100 nəfərdən 1 nəfəri soyuq suda duş alarda, isti suyla duş alanlar üçün, onlar üçün, yəni isti suda belə əriyir. Götürüb daha buz kimi suyun içinə atdın, köpmədi, eləmədi demirsiniz. Keyfiyyətli olanlarındandır. O bəziləri kimi yalandan biraz böyük versiyasını gətirib sizə ucuz qiymətə satmırıq. Bu isə oyuncaqda çıxmalıdır. Mən qorxuram bu dəqiqə isti suya əl vurmaq. Bu su soyusun biraz. İkinci videoda davamında daha doğrusu göstərəcəm içindən çıxanını. Və içindəki oyuncağı çıxartmaq istəyirəm. Top hələ tam əriməyib. Belə deyim də, bu vannada filan daha yaxşı əriyər. Təbii ki, indi bunun stəkanın içi də balaca olduğuna. İçində belə bir dənə də qız uşaqlarımızın indi bunun oğlan versiyaları da çıxa bilər içinə. Bax belə deyim də, şəklin üstündəki versiyalar çıxır. Buradakı oyuncaqlardan biri çıxır. Bunun içindən çıxan bu idi. Dəyərli izləyicilərimiz, bir daha xatırladıram. Ünvanımız Sədrək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 6, mağaza